Burada başladıq. İlk öncə gəlin bir dənə yeni klasslar üçün bir dənə fayl açaq. 168 bunlara aid yazmışıq. Bugün sizlə uşaqlar siniflərdə encapsulation'dır, sonra overriding'dir, STR metodudur, ümumi olaraq statik metodlardır, class metodlardır. Bunlar haqqında danışacağıq. Yerdə qalan o xırda mövzular var ki, onları da bitirmiş olacaq sizlə. Yəni deyək kimi polimorfizmdir, inheritancedır. Yəni overridingdən də az-maz olsa keçmişik. Yəni yerdə də bir iki mövzu qalıb. Onları da bitirəndən sonra sizlə bir dənə quiz proqramı yaradacağıq siniflərin köməyi ilə. Sonra da yavaş-yavaş bəzi nümunələr işləyib sinifləri özümüzə yəni normal dili ilə bərkidəndən sonra növbəti mövzulara keçəcəyik inşallah. Bugünkü mövzumuz encapsulation'dır. Yəni qapama, qoruma deyirlər. Yəni kapsullama da belə bir tərcüməsi var. Bunun mənası odur ki, klass daxilindəki məlumatları gizləmək və yalnız müəyyən metodlarla onları istifadəyə icazə vermək üçün istifadə olunur. Yəni bir sinifin məsələn biz init funksiyası yaradırıq bir sinif daxilində. Bu initdəki yadınızdakı bütün dəyişənləri biz digər yaratdığımız metodlarda, funksiyalarda istifadə edə bilirdik. Məsələn, bunun da qarşısını istəsək ala bilərik. Onun üçün gizli dəyişənlərdən istifadə edəcəyik. Gizli dəyişəni yaratmaq üçün ad qoyanda, məsələn, addan xətdən istifadə edəcəyik falan və s. Bunları hamısını indi nümunəmizdə görəcəyik. Məsələn, bir dənə bank adında bir klass yaradıram, nümunə üçün yazam. Bir dənə init funksiyasını yaratdıq. Bir də balansımız olsun da bizim bank yaradırıqsa. Virgül, və mən buraya yazıram ki, self balance bərabərdir, məsələn, balans. Belə bir şey yazırdıq biz bura. Bir dənə məsələn def balansı göstər adında bir funksiya yaradım. Return self balance elirdimsə mən burada. Məsələn, bunu görürdük biz. Elə mən çox böyük bir proqram istəmirəm, belə sadə bir şey yaradaq. B bank verək, bura bir dənə balans daxil edeyim. Sonra da B nöqtə balansı göstər yazıram və proqramı çalışdırıram. Burada heç nə görünməyəcək, çünki returnla vermişik. Məsələn, bunu print daxilində yazsam. B nöqtə balansı göstər. Onda bir nəticəyə vara biləcəyik. Mini məsələn görəcəyik burada. İndi mən burada bunu istifadə edə bilirəm. B nöqtə yazıb məsələn balansa da baxa bilirəm də. Məsələn burada birbaşa necə deyim keçid edə bilirəm. Amma mən encapsulation eləsəm, gəlsəm bura 2 dənə altdan xətt atsam, artıq bu balans mənim üçün bir gizli bir dəyişən olacaq və mən artıq burada şübhələr yaranacaq. Gördüyünüz kimi burada suallar yaranır ki, biz balansı tapa bilmirik. Çağıranda da atribut xətası verir ki, balans adında sənin bir dənə parametrin yoxdur. Həqiqətən də artıq mən burada gəlib return məsələn self yazanda ki, balans məsələn gəlmir mənə. Amma burada bu balans gəlir. Altdan xətlə olan balans gəlir. Bu altdan xət bəs bizim nə işimizə yarayır? Altdan xət o işə yarayır ki, sən bu dəyişəni görünməz hala gətirirsən. Artıq initin içərisinə baxan bu dəyişəni görməyəcək. Sən obyekti daxil eləyəndə onu görə bilərsən. Obyekti daxil eləyəndə o balans onsuz da görünməlidir. Bu çünki bir parametrdir. Sən o parametri gizli eləyirsən, şifrəli eləyirsən, o sənin sonrakı işindir. Bu da belə. Yəni encapsulation bax buradakı dəyişəni gizləmək, yəni bir encapsulation nümunəsi sayılır. Burada da mən gəlib yazanda 2 dənə altdan xətt qoyacam qabağına. Kiminsə nəsə sual var? Səs açsın. Encapsulation nəyə görə istifadə olunur? Yəni nəyə görə lazımdır? Klass daxilindəki məlumatları gizləmək üçün. Yəni sən burada elə bir dəyişən yaratmısan ki, sənin proqramda istifadə edən o dəyişəni görməyini istəmirsənsə,
Məsələn, elə deyək, self-lə bir dəyişən yaratmısan da, bu nətər deyim, sadəcə orada qalsın deyə bir baza kimi və yaxud da öz daxilində istifadə olunsun deyə artıq onu məsələn burdakılar istifadə edə bilməsin deyə encapsulation-dan istifadə edirsən. Yəni biraz gizlilik baxımından. Yəni anladın? Başa. Hə. Və məsələn bu balans dəyişəni artıq çöldən istifadə edilə bilməyəcək. Birbaşa yəni çöldən istifadə edilə bilməyəcək. Ancaq altdan xəttlə istifadə edilə bilər. Yəni encapsulation biraz belə bir şeydir. Məsələn, başqa bir nümunələr də istəyirsiniz yazın. Yazaq. Kimin indi nə sual varsa versin. Yəni burada tam olaraq nəsə qaranlıq qaldımı? Mənasında, bir məqsədində. Anladım. Yəni bir növ encapsulation nədir deyəndə, məsələn, ağlınızda bunu nəzərinizə çatdırın ki, məsələn, obyekt yönümlü proqramlaşdırmada məlumatları, funksiyaları bir yerdə cəmləmək və daxili məlumatları gizləmək texnikasıdır. Məsələn, məlumatları kimsə icazəsiz dəyişə bilməyəcək və onların qarşısını alacaqsan. Yəni sadəcə necə deyim, kapsullamaq kimidir. Kapsullamaq nə üçündür? Gizləmək üçün. Təhlükəsizliyi artırır, idarə olunmanı artırır, kodun sadəliyini və təmizliyini düzəldir. Yəni biraz belə bir mənası var. Yəni encapsulation strukturuna aid belə bir şey yazın məsələn sizə. Düşünün ki, bu addır. Yəni hal-hazırda bu açıq mənbəlidir. Buna hamı istifadə edə bilər. Bir addan xətt adı yazanda bu yarım gizli sayılır. Nəzərdə tutulur ki, məsələn bu dəyişilməsin. Amma 2 dənə addan xəttlə ad məsələn belə bir şey olanda bu artıq tam gizlidir. Obyekt xaricindən birbaşa, yəni heç kim çıxış eləyə bilməz. Kimsə bunu kənardan gəlib dəyişə bilməz. Sadəcə bu proqramı yazan, yaradan öz daxilində nə dəyişiklik edəcəksə, ona nə mənimsədəcəksə, odur söhbət. Bax, encapsulation burada bu işimizə yaradı bizim. Bu aydın oldu. Strukturu yəni belədir. Bu yarım gizli. Bu açıq. Bu da tam gizli. Yəni ən çox burada altdan xəttdir bizim işimizə yarayan. Bir dəqiqə. Aha. Məsələn getter bir də setter metodları var. Bu getter məlumatı oxumaq üçündür. Setterdə məlumatı dəyişmək üçün də adından göründüyü kimi. Məsələn, onlara aid bir dənə nümunə yazaq sizlə. Bilmirəm indiyə kimi bütün qruplarında işləmişəm elə bir nümunə. Bəlkə sizlə işləməmişiksə də yenə işləmiş olaraq. Bir dənə init adında bir funksiya yaradıram. Burada ad dəyişənini atıram. Self nöqtə addan xətt ad verirəm. Buna name eləyək sizlə. Ad olsun bu da. Bir-birindən fərqlənsin. Def get name eləyək bunu. Da get ad yazmadım. Hə. Burada return verək ki, self nöqtə. Burada get name bizim funksiyamızdır. Bir də bu var. Tələbə klasının içərisində addan xətt name var. Ona yazıram. Yəni o gizliliyini çağırıram ki, sən gəl. Burada bizim demək nə edəcək? Adımızı göstərəcək. Bir də set name var setlərdə. Təbii ki, bu deyil. Çünki biz özümüz yaradırıq bunu. Burada bir dənə yeni ad var. Yeni ad. Gəlin indi də yeni adı verək belə bir şey. Instance metodu vardı, biz keçmişdik sizinlə. Gəlin lap ondan da istifadə edək. Yeni ad, bir dənə STR ataq ki, yəni əgər adı həqiqətən döndürəcəyimiz iterasiya STR içərisindədirmi? Bu belə olsun.
Fərqi yoxdur da bu STR ilə verəcəksə hər dəfə true olacaq deyib bu işə düşəcək. Elə belə maraqlı görünsün deyə istifadə edirəm. Instansı keçmişikdə da istifadə edə bilərik. Self name, hansı ki bu burada gizli yazdığımız, onu dəyişəcək yeni adına. Bunu dəyişəcək yeni adına. İndi gələk proqramı çalışdıraq. T bərabərdir tələbə obyektini yaradıram. Mən bura bir dənə artıq ad atmalıyam. Initdəki adı. Məsələn, atıram bura Turan. Print eləyirəm. T-nin nəyin? Demək, get name-i. Çalışdıraq belə və Turan olduğunu biz buradan görürük. Bir də to set ad eləyək. Set name, bir dənə yeni ad. Bura məsələn daxil eləyək. Deyək ki, Vaqif. Print to.get name. Bir dənə çalışdıraq. Turan da gəldi, Vaqif də gəldi. Bir obyektin üzərində mən dəyişikliyi elədim və mənim belə deyim işim yerində getdi. Yəni dəyişikliyi ancaq bu şəkildə mən eləyə bildim. Bir funksiya vasitəsilə bura verdiyim belə deyək dəyəri dəyişmiş oldum. Yəni get name, set name, getdir, setdir metodları məsələn budur. Getdir məlumatı oxuyur, setdir məlumatı məsələn dəyişir. Bu yəni bir sadə nümunədir. Abstraction termini də var klasslarda. Encapsulation-la yanaşı. Abstraction. Buna aid qısa bir şey deyəcəm. Abstraction odur ki, yəni məsələn encapsulation-da məlumatlar gizlədilir. Abstraction-da lazımsız detalları gizləyirlər. Belə çox istifadə olunmur. Sadəcə məlumat üçün deyirəm. Belə prosta nəzərinizdə qalsın. Məsələn, metodlar olaraq belə bizim öz yaratdığımız metodlardır. Getdir, setdir, məsələn, nə bilim, altdan xəttlə olan gizli metodlardır. Bunlar istifadə edilir. Amma abstraction-da ABS moduludur, abstrakt metodlardır. Yəni onlar özündən gələn, yəni tərkibində olan metodlar istifadə edilir. Encapsulation-ın məqsədi təhlükəsizlikdir, amma abstraction-ın məqsədi sadəlik və diqqət yayındırmamaqdır. Yəni belə qısaca nəyi yadınızda saxlayın? Altdan xəttlə yəni başlayanlar ki var, bu başlayan atributlar encapsulation-a aiddir və onlar hamısı gizli sayılır. Encapsulation məlumatı qoruyur. Sadəcə getdir və setdirlə biz nə edirik? Nəzarətli giriş təmin edirik. Bir dənə də məsələn bir nümunə mən istəyirəm sizə göstərim. Burada elə bank nümunəsinin üzərində. Bunu məsələn biz izah elədik sizə. Məsələn balansı göstər adında bir demək nədir? Funksiya yaratdıq sizinlə. Məsələn mən burada sizə bunu göstərim də. Burada məsələn gəlin birinci belə eləyək. Bircə dəqiqə. Gəlin siz bu encapsulation-ın bir fərqini görün. Ki biz bunu keçirib və burada nə oldu da bu gizlilik dediyimiz nə oldu? B nöqtə məsələn balans yazıram mən bura. Gəlirəm məsələn bunu çap eləyəm indi. Min. Mənim balansım, yəni bir dəfə burada görünür. Bunu bir dəqiqə. Və mənim balansım burada görünür. Amma mən bunu encapsula eləyəndə, yəni gizləyəndə, gəlib burada da gizləsəm, bu şəkildə heç görünməyəcək, xəta verəcək. Göyə gəlib bura 2 dənə altdan xətt yazsaq, yenə göstərəcək. Xeyr, yenə xəta verəcək. Yəni, nə olsun ki, onun adı elənsinə yazılır. Mən bir dənə bunu çalışdırım. Görürsünüz ki, kənardan olaraq, yəni deyir, banka obyektinin balans adında bir şeyi yoxdur.
nətər deyim, atributu yoxdur. Məncə bununla siz başa düşdünüz mən nəyi demək istəyirəm. Ki, yəni buradakı dəyişəni mən necə dəyişə bilərəm? Bu setdir getdir metodunu indi izah eləyəcəm mən niyə istifadə edirəm. Bir dənə bu hissəni başa düşdünüz? Yəni ki, bu balansa birbaşa çıxış əldə etmək olmur. Burada bir sual var. Hə. İndi mən bu balansı bəs göstərmək istəyirəm. Mən bu balansı dəyişmək istəyirəm. Onda nə edəcəm? Təbii ki, gələcəm burada bir dənə metod yaradacağam. Məsələn, balansı artır adında bir dənə metod yaradacağam. Save bir də məbləğ kimi. Və gələcəm nə edəcəm? Self balansın üzərinə məbləği gələcəm. Sonra return eləyəcəm təzədən self balansı. İndi mən balansı artırmaq istəsəm, artıq bu funksiya var da mənim işimi yerinə yetirən. Setdir metodunda bu mənim üçün bir dənə. Onu istifadə eləyəcəm. Gələcəm bura mən məsələn yazacağam ki, B balansı artır məsələn 100. Sonra bir dənə də balansı göstər gəlsin. Bu şəkildə heç cür mən onu göstərə bilmərəm. Mən balansım artdı mı? Artdı. 1100. Balansı da göstərdim. Nə qədər göstərdi? Deyək, artılmış belə deyək, vəziyyəti göstərdi bizə. Sadəcə bu şəkildə mən o balansı dəyişə bilərəm, o balansı görə bilərəm. Bax, bu funksiya vasitəsilə. Olmasa, əgər orada encapsulation istifadə eləmişəmsə, heç cür görə bilmərəm. Amma encapsulation eləməyəndə mən birbaşa olaraq balans atributuna çıxış əldə edə bilirdim. Encapsulation-ın indi fərqini başa düşdünüz siz? Məncə indi heç sual qalmaz. Bax, burada da mən setdir, getdir niyə istifadə eləmişəm? Mən bu adı ancaq bu funksiyaların vasitəsilə dəyişə bilərdim. Başqa cür heç cür. Ki, mən gəlim burada ada müraciət edeyim, onu buradan dəyişim. Xeyr, elə bir şey olmayacaqdır. Çünki mən burada encapsulation istifadə eləmişəmsə, mütləqdir ki, ancaq onu sinif daxilində, klass daxilində mən onu dəyişə bilərəm. Təhlükəsizlik də bax buradan qorunur. Sənin belə deyək, Həsən məsələn bayaq sual verdi ki, burada məsələn harda istifadə edirik də, lap deyək ki, bu təhlükəsizlik olaraq harda lazım olacaq? Ümumiyyətlə hamımız bilirik ki, bizim kod hissəsini ancaq developerlər yoxlayır. Bu kod hissəsini ancaq developerlər nəzarət edir. İstifadəçi sadəcə gələcək o belə deyək, bu terminalı görəcək də bizim. O sadəcə nəyisə daxil eləyəcək, o sadəcə nəyisə belə deyək, nə bilim, düyməyə basacaq. Harasa bir müraciət eləyəcək. Gəlib bizim kodumuzu belə deyək dəyişməyəcək ki, təhlükəsizlik olsun deyə o gəlib buradan bu şəkildə dəyişə bilməyəcək. Artıq bu administratorun səlahiyyəti olacaq ki, o buradan nəyisə girsin, dəyişsin. O buradan belə deyək, siniflər arası nətər deyim, inteqrasiyanı təmin eləsin. İstifadəçi buna məsələn necə deyim, giriş eləyə bilməyəcək. Bunun qarşısını almaq üçün istifadə edirik biz bunu. Aydındır? Bəli. Əla. Aydındırsa heç nə. Bizim əslində iteratorlarla da bağlı bir iki məsələmiz vardı. Iter funksiyası var. Onu da əslində deyəcəm. Yenə onu sonda deyərəm. Onu sonda deyərəm. İterasiyaları belə deyə döndürən bir funksiya kimi. Hələ ki qalsın, onu axırda mən deyərəm sizə. Abstraction-da yəni elə çox istifadə olunmur, heç başınızı yormayın bununla. Yəni çox da belə deyim, önəmli bir şey deyil. Gəlin atributlar haqqında məsələn danışaq. Klassda bizim atributlar nə işə yarayır, metodlar nə işə yarayır, biraz onlardan məlumat verək. Həm təkrar olsun, həm də bilmədiyimiz məqamları məsələn deyək. Yəni klassda atributlar, yəni klass və obyektlərdə, yəni sinifdə və obyektlərdə saxlanan məlumatlardır. Dəyişən kimi istifadə edirik biz onları, amma dəyişəndən fərqli olaraq o sadəcə ya obyektə və yaxud da klassa xas olur. Yəni onlara aid olur. Yəni bizim iki cür atributlarımız var. Bir instance atributlardır, obyekt atributları, bir də hər obyektə aid fərdi məlumatlar, self-lə verilənlər. Yəni fərqi məsələn budur. Self-lə verilənlər klass atributlarıdır. Instance atributları isə üzr istəyirəm. Self-lə verilənlər instance atributlardır, yəni obyekt atributları. Bir də var klass atributları, o bütün obyektlər üçün ortaq olan məlumatlardır. Yəni hamı üçün istifadə edilir.
Amma instance hər bir obyekt üçün. Yəni bu selflər, məsələn bu obyektindir. Nə bilim bu obyektindir. Yəni hər biri öz metodunun belə deyə atributudur. Və məsələn nümunə sizə göstərim. Ya burada belə bir şey yazdıq biz sizlə. Təzədən yazaq. Class şagird adında bir dənə sinif yaradıram. Aha. Def verək bir dənə. İsmən ad verək, yaş verək. Bunları da ayırd eləyə bilin. Self ad bərabərdir ad. Bilmem, self age bərabərdir yaş. Və bu ikisi də instance atributudur. Bunlar ikisi də. Instance atributu sayılır. Demək, instance atributu nə idi? Hər obyektə aid fərdi məlumatlar. Bu bizim belə deyək, funksiyalarımızdır. Niyə görə hər obyektə aid fərdi məlumatlar? Çünki mən burada gəlirdim, obyekt yaradanda S1 yaradırdım, S2 yaradırdım. Şagird sinifini çağıranda burada bunun adı, soyadı fərqli olurdu. Məsələn, bunun adı Turandırsa, bunun yaşı 20-dirsə, bu cür bunun özünə aiddir də. Sonra bir dənə də şagird məsələn sinifi yaradırdım. Bunun da adı Vaqifdir, məsələn. Nə bilim, yaşı məsələn 18-dir. Yəni hər birinə aid xas belə deyək, burada dəyişənlər var. Hamıda eyni olası deyil ki, məsələn, Vaqifdə fərqlidir, Turanda fərqlidir. Yəni özünə məxsus bir şeylər yaradır, atributlar yaradır. Instance atributunun fərqi budur. Amma bir də var ki, hamı üçün ortaq olanlar. Bəs məsələn, onlar necə istifadə olunur? Class atributları. Məsələn, onlara da baxaq. Sinif səviyyəsində təyin olunacaq və bütün obyektlər üçün eyni olacaq. Bunu məsələn yəqin ki, başa düşdük. Burada bir sual olsa deyin. Bir də var məsələn class atributları. Da buradan belə yazaq. Sən yenə bir dənə class tələbə adında bir dənə sinif yaradıram. Deyirəm ki, məsələn universitet Bedudur. Universitet adında bir dənə dəyişən yaradıram. Buna verirəm Bedu. Bunu təbii ki, stringdə verəcəm. Bunu class atributu adlandırıram. Class atributu. Bir də bunun tərkibində funksiya yaradıram. Def addan, xət init. Və bura məsələn verirəm ad. Sonra self name bərabər ad eləyirəm. Bu da artıq olur instance atributu. Məncə fərqi məsələn özünüz də azmaz baxa-baxa tuta bilirsiniz. T1 məsələn tələbəsinin. Burada mən çalışdığımda sadəcə onun adını soruşur. Deyir ki, məsələn, bunun adını yaz. Tələbə üçün Beduda oxuyan kim var? Məsələn, Murad. Print deyirəm ki, T1-i məsələn çalışdır. T1-ində mən buraya gəlib nə bilim name yazsam, Murad adını görəcəyik biz. Bircə dəqiqə. Hanı bu? Name yazsam, Murad adını biz burada görürük. Çaşım mötərizə qoymuşdum bir elə bizim adını səhv yazdım. Hə. Bu sırf nədir? Instance atributudur ki, Murad üçün fərqlidir. Lap T2-ni də yazacağam. Tələbə. Məsələn, Səid. Print eləyirəm. T2-nin name'inə baxıram. Bunda Səiddir. Gəlin amma ikisinin də lap şeyinə baxaq. Universitetinə baxaq. Print eləyirəm ki, T1-in də universitetini çap elə. Vergül qoyaq. T2-nin də universitetini çap elə. İçində də Bakı Dövlət çıxacaq. Bedu. Bu artıq nədir? Bir dənə sinifin tərkibində təyin olunmuş dəyişəndir ki, class atributudur. Bu istənilən obyektin də ortaq belə deyək dəyişəni hesab edilir. Yəni istəyir Səid olsun, istəyir Murad olsun, istəyir Turan olsun, onların üçün də universitetə Bedu olacaq. Çünki bunu biz təyin eləmirik. Bu artıq avtomatik əvvəlcədən təyin olunub. Belə hardan baxsaz buna ürəyiniz istəyən bir tərifi də verə biləcəksiniz. Amma ən sadəsi budur ki, sinifin tərkibində yaranır, bütün funksiyalarda, bütün metodlarda istifadə olunur, bütün obyektlərin və bütün metodlar üçün ortaq sayılır. Bu şəkildə başa düşsəz daha yaxşı olar. Aydındır, burada bir sual varmı? Aydın.
Qəşəng. Aydındırsa lap yaxşı. Məsələn, biz bilirik ki, atributlara sonradan əlavə eləmək olur. Sonradan atributları məsələn dəyişmək olur. Məsələn, belə bir şey əlavə eləyə bilərəm. T1 obyekti üçün bir atribut əlavə eləyə bilərəm. Gəlirəm buraya yazıram ki, bunu da məsələn indi öyrənək. Fakültə. T1 üçün bir dənə fakültə yaradıram. Buraya yazıram məsələn nə? İTT. Print eləyirəm T1-in fakültəsini məsələn. Bircə dəqiqə. İTT-ni burada biz görürük. Biraz qarışıqlıq düşdü, elə bildim yazılmadı. İTT-ni mən burada görürəm. T1 obyekti üçün bir dənə fakültə daxil elədim. Artıq bu T1-in özünə aiddir. Mən bunu gəlib T2-də. Nə olsun ki, mən bunu burada təyin eləməmişəm. Bu da həmin o sinifin obyektinə aiddir. T1 fakültə. Yəni ondan istifadə eləmişəm. Ona nöqtə qoyub yazmışam mən bunu. Yəni bu sonradan əlavə edilmiş bir necə deyim, prosesdir. T2-yə də gəlib print daşı T2-nin fakültəsini mən çağırmağa çalışsam, burada təbii ki, xəta baş verəcək. Çünki bu instance metoddur və ümumi klass metodu deyil ki, fakültə olaraq hamısında yeni göstərsin. Amma mən gəlib burada fakültəni yaratsaydım, məsələn, versəydim ki, bura ITT, ikisində də məsələn eyni vəziyyət gələcəkdi, çap olunacaqdı. İndi buradakı hashdə, yəni bunu mən yazsam da, yazmasam da, ITT ikisində də çap olunacaq. Aydın oldu. Yəni class atributu ilə instance atributunu bir-birindən ayıra bildik. Tamam. Sonra demək nə etmək olar? Yəni müraciətləri də biz bildik. Instance atributuna necə müraciət edirik? Self-lə. Self name veririk. Class atributuna da classın obyektin yazırıq. Sonra da həmin atributun adını yazırıq. Bu şəkildə müraciət edirik. Bütün obyektlərə ortaqdır class atributu. Amma self-də hər atribut üçün ayrıdır. Bu da belə. Class atributları haqqında qısa məlumat idi. Bunu da bilməyimiz vacibdir. Sonra overriding haqqında danışaq. Overriding haqqında biz sizlə nə qədər danışdıq, onu heç bilmirəm. Burada qeyd eləmişik overriding haqqında. Yox, amma sadəcə belə qısa bir məlumat vermişik. Yəni bir dənə də təzədən məlumat verir. Overriding əvəzləmə deməkdir. Yəni bir dənə alt klass dediyimiz kimi child klass olur, bir də üst klass parent klass olur. Və bu yazılmış metodu eyni adla təkrar yazaraq özünə məxsus şəkildə dəyişdirir overriding. Bunu biz inheritance-dan da polimorfizmdən də fərqləndirmişdik. Deyək ki, parent klassdakı davranış child-da kifayət eləmir. Bunun bir fərqi varsa, biz overriding-dən istifadə edirik. Yəni nətər deyim, heyvan da məsələn qaçır, it də qaçır, amma məsələn it nətər deyək ki, 2 addım qaçır. Yəni beləsinə bir fərqi var. Heyvan da səs çıxarır, amma it hürür. Yəni bu onun özünə məxsusluğudursa, artıq sən overriding-dən istifadə edəcəksən. Məsələn, qısa bir nümunə burada göstərim. Məsələn, class heyvandır. Yazıram ki, def səs eyni metodu ikisində də yaradacağam. Print məsələn heyvan səs çıxarır. Belə bir şey yaradırıq. Sonra gəlirəm burada bir dənə ikinci it klassını yaradıram və bura məsələn heyvanı daxil eləyirəm. Sonra gəlirəm məsələn def səsi eyni cür yaradıram. Print də verirəm ki, məsələn it səs çıxarır. İtin çıxartdığı səs yazırıq hav-hav məsələn və s. beləsinə bir şey. Mən bunu bura yazmasam da, yəni bunu pas verib keçsəm də, gəlib burada bir dənə it üçün bir dənə obyekt yaradaq. Bu şəkildə olmağa elə bəs edir bizə. Və mən bura gəlib print i-nin səsinə baxsam,
heyvan səs çıxarır mesajını biz görəcəyik burada. Bu cür polimorfizmdir, düzdür? Miras almadı. Inheritance. Heyvan səs çıxarır. Bunu məsələn biz görürük. Burada onu buna görə verir bizə, yox. Baxın bir dənə. Eat heyvan. Nəsə. Onu fikirləşib şey deyərik, aparıq indi. Boşluğa görə verir təbii ki, amma boş verin. Elə bir ciddi məsələ deyil. İndi mən gəlim məsələn burada bunu yığışdırıb bu şəkildə baxsam, it səs çıxarır, half-half mesajı məsələn biz burada görəcəyik. Deyim də bu nonu niyə verir? Çünki 2 dəfə print yazmışıq. İkisində də nəticəni printlə verirənsə, printi niyə print eləyəsən də, yəni bir növ budur məsələ. Ona görə bu non bizim burada başımızı xarab edir. İç səs çıxarır half-half. Məsələn dediyimiz kimi bunu da kilidi alanda heyvan səs çıxarır mesajı gəlirdi. Sən belə deyək, parentin bu xüsusiyyəti child'ı tam əvəz eləmir deyə. Burada bir pişik də ola bilər. Onun çıxartdığı səs miaudur, nə bilim başqa bir şeydir. Fərqlidir də, digər heyvanlardan fərqləndirir. Nə bilim ayı nərildiyir, şir nərildiyir və s. Onları fərqləndirmək istəyirsənsə overriding-dən istifadə edirsən. Məncə overriding də sizin yadınızda qalacaq. Yaddan çıxmaz bununla. Var başqa sual? Aydındır. Aha. Super funksiyası az-maz yadımızda qalıb. Təkrar eləsə yadımıza düşər, yoxsa o da bir dənə nümunə göstərim. Super funksiyası vardı. Parentin metodunu çağırmaq. Sual var onunla bağlı. Aydındır. Tamam. Vaqif görə nəsə yazıb eləməyib, yox. Okey, super funksiyasından da çıxaq onda. Bir də klasslarda metod mövzuları var. Biraz qarışıq mövzudur. Burada biraz işarələrdən falan istifadə edirik, amma diqqətlə baxsaq onu da başa düşərik. Class metod odur ki, klassın özünə aid olan obyekt yaratmadan çağırıla bilən metoddur. Buna məsələn nəyi nümunə göstərirdi? Init-i nümunə göstərirdi ki, bu init metodunu biz çağırmadan klassın özünə aid olaraq özəlliklər, xüsusiyyətlər verirdi. Necə ki, bax belə. Mən burada gəlib init funksiyasını çağırıb ad vermirdim də. Eynən onun kimi başa düşün. Bu şəkildə yazılır mövzumuz. Class metod. Bunu bura bir dənə kilidlə atıram. CLS-i yadımızda saxlayaq. Mercedes-dən. Bu da istifadə ediləcək. Yəni klassın kiçik qısaldılmış forması da. Yəni birinci parametrimiz CLS olacaq. Class metodda hansı metodu özümüz ikiləşdirmək istəyiriksə onun başına atacağıq. Bu mövzu biraz maraqlı və qarışıq mövzudur. Demək, nə üçün istifadə olunur? Factory metodu yaratmaq üçün, obyekt yaratmadan metod işlətmək üçün və klassın öz məlumatları ilə işləmək üçün istifadə edilir. Sintaksisi necədir? Sintaksisinə məsələn baxaq. Belə ki, bir funksiya yaratmışıq. Bura bir dənə yazırıq class metod. Def my metod. Məsələn, verək. CLS artıq özü avtomatik qoyur. Print bu class metodudur. Mənim özümün. Yəni, bu artıq my class-ın belə deyək xüsusiyyətidir ki, mən bura gəlib bir dənə obyekt yaratsam. My class adında artıq məsələn, bura bir dənə başqa bir dəyişən ataq. Artıq görüm istədiyimi verə biləcəm. Obyekt kimi, yəni biz bu metodu bu sinifin daxilində birbaşa istifadə edə biləcəyik. Mən gəlib onsuz da bu obyekti mən çap eləməyə çalışsam, bu metodu belə deyə görmüş olacaq. İndi bunu dəyməyək. Bunu da bu şəkildə qalsın. Bunu indi birazdan nümunə kimi göstərəcəm. Bu bizim strukturumuz, sintaksimizdir. Struktur olaraq bu da burada qalsın. Yəni yazılış forması. Sonra nümunə işləyək. Ən yaxşısı sadə, normal nümunə üzərində göstərək ki, qarışıqlıq olmasın. Məsələn, belə bir şey eləyək. Klass yaradaq, elə bir yaxşı sinifi yaradaq.
uni yaradıram bir dənə məsələn astu. Def yaradıram altdan xətt init. Yenə ad verək, tələbə üçün ad olsun. Self name bərabər də ad. Def bir də uni dəyiş adında. Bir dənə funksiya yaradıram mən burada. İndi bunu self ilə verir. Gəlin bura bir dənə class metod ataq. Self-i buradan yığışdıraq. Gələk bura bir dənə CLS ataq. Bir də məsələn yeni uni verək də. Yeni uni olsun. Və artıq nə edəcəm? CLS universitet ki var. Uni. O burada. Onu mən dəyişəcəm nə ilə? Yeni uni ilə dəyişəcəm. Bu CLS self-in işini görəcək mənim üçün. Bu CLS artıq ümumi olan class atributunu dəyişəcək mənim üçün. Bir növ neynədik biz bunu? Necə ki, burada self parametri bizə kömək edirdi bu dəyişənləri təyin edib ümumi işlək hala gətirməyə. Eynən də burada CLS bizim işimizi eynisini görəcək və bu parametri ümumi işlək hala gətirmək üçün ümumi olan bir dəyişəni, ümumi olan bir atributu, class atributunu dəyişir bununla. Yeni uni halına gətirəcək. Artıq mən bir dənə obyekt yaratmadan, mən burada A bərabər, nə bilim, tələbə obyektini yaratmadan birbaşa tələbə yazıb nöqtə qoyub uni dəyişi seçsəm, ana uni dəyiş. Və bura gəlib universitetin adını birbaşa yazsam, adın su. Yenə də obyekt yaratmadan. Bir dəqiqə, tələbə sinifinin içərisindən unini çap eləyə biləcəm. Burada çap eləyəndə mənə adınsunu verəcək. Əvvəl bəs nə idi? Əvvəlki halında bir dənə göz önündə göstərək. Astu və onu neynədik? Biz çevirdik adınsuya. Bu təxminən aydın oldu bizə. Obyekt yaratmadan biz bu metodu daxili metod kimi istifadə elədik. Obyekt yaratmadan biz bunu necə deyim, çalışdıra bildik. Aydın. Amma burada mən mütləq də ki, obyekt yaratmalıyam ona ad vermək üçün. Amma bu dəyişəni daxil eləmək üçün dediyim kimi mütləq olmadı. Mən o adı verim, o belə deyə adı dəyişim olsun. Bax belə. Məsələn, mən burada gəlib bir dənə gəl bu vəziyyətdə bir dənə mən obyekt yaradım. Sizlə tələbə. Bura ad verəcək təbii ki, məsələn, Turan. Və bu Turanın universitetinə baxmaq istəyirəm deyək ki, mən print ilə verib bunu verməyim. Onda print eləyək bir dənə bunu. T.uni. Turanın universitetinə deyək ki, baxmaq istəyirəm. Və bunu çalışdırıram ki, mənə Astunu verir burada. Sonra bir dənə kilidi alaq. Astunu bizim üçün verir. Bir dəqiqə verək Vaqif nə yazıb. Elə mən Bakıya qayıdıram, avtobusdan elə ona görə səs açam. Bu yazıb yəqin ki, yersi 20 dəqiqə qalıb olar. Çıxım qalanına etibdə baxsam. Tamam, problem yoxdur, Vaqif, narahat olma. Onsuz da çox işimiz qalmıyor belə bu hissələrdəyik. Artıq Turanın ünlüsü belə deyək, Astudur. Mən universiteti belə deyim, dəyişirəm. Adunsu eləyirəm. Adunsu eləyəndən sonra Turanın bir dənə də ünlüsünə baxaq. Görək Turanın da universiteti ümumi olaraq dəyişdimi? Dəyişdi. Artıq Turan adunsuda oxuyur. Mən bir obyekt yaratmadan bu funksiyanı çağırıb istifadə elədim. Bu təbii ki, qeyri-mümkün idi, əgər mən bura bu class metodu yazmasam. Düzdür, Həsən? Yəni mən mütləqdir ki, bir obyekt yaratmalıyam, sonra həmin obyekt üçün bu uni dəyişi istifadə etməliyəm. Amma mən o obyekti yaratmadan burada class atributunu ümumi olaraq dəyişirəm. Necə dəyişirəm? Class metodundan istifadə eləyə-eləyə. Başa düşdün? Bəli, aydın. Bu mütləq dərsdir. Yəni bu vacib dərsdir, ona görə bunu bilmək mühümdür. Burada çalış ki, bir problem eləmə, yəni yaratma özündə. Bunu çalışaq belə yaxşı şəkildə öyrənək. Başqa məsələn nümunələr yenə yazaq. Yəni elə mən tələbə sinifinin üzərindən göstərəcəm. Yəni öyrəşmişəm bunu. Def altdan, xətt altdan. Bir dənə factory metod yaradacağıq sizlə ki, factory metod yəni nədir? Obyekt yaradan sinif metodu
deyirlər buna, factory metoda. Məsələn, çağıraq, self ad bərabərdir ad, self yaş bərabərdir yaş. Def verirəm, məsələn, nə? Bir dənə class metodu yaradaq burada. Def, məsələn, mətin yaradaq da, mətin funksiyası bir dənə yaradaq. CLS bir də mətin verirəm bura. Bunun da adını mətin yaradıq. Qoyaq ki, qarışmasın. Və mən verirəm ki, adla yaşı. Adla yaşı necə verək? Bizim bir mətnimiz olsun, oradan split eləyək. Artıq bu mətni biz string olaraq təyin elədik. Split'i də nətər? Tire ilə ayırsın. Return eləyək. CLS nəyi? Demək. Return eləsin. CLS. Adı. Bax, burada artıq özü göstərir bizə. Obyekt yaradan metod daxil. Deyək ki, adı daxil elə. Elə adı yazaq. Bir də yaşı. Amma yaşı hansı formada? Integer formada. Bu ad yaş. Mən bunu mətindən split eləyirəm. Və sonra onu belə deyək, CLS-in daxilində qaytarıram. Ad kimi, bir də integer yaş kimi. Sonra bir dənə obyekt yaradaq. Tələbə sinifinə çap eləyək. Nöqtə qoyaq. Mətin yaratsın metodunu çağıraq. Birbaşa olaraq. Və mən buraya yazıram, məsələn, Turan-20. Tire ilə də yazıram bunu ki, split bunu tire ilə ayıraq bitsin. Sonra T1-in adına baxacağam. Təbii ki, printlə. T1 ad. də print T1 yaş. Burada demək neynədir? Bu bayaqki vəziyyətdir ki, yəni biz class metodu olanda obyekt yaratmadan onun daxilindəkiləri dəyişə bilirdik. İndi amma neynədik biz? Obyektə ad yaşı öz metodu üzərindən göndərdik. Yəni stringdən yaratdıq məsələn bu adla yaşı, ikisini də string olaraq qeyd elədik. Təbii ki, bunları biz tələbə sinifinə aid eləsəydik, tək-tək adı ayrı, yaşı ayrı daxil eləyəcəkdik. İndi biz bir başqa cür iş görmüşük özümüz üçün, yəni qarışdırmışıq. Bu yəni mətin yarat funksiyası var. Bu class metodu. Obyekt yaratmaq üçün istifadə ediləcək və sən obyekti artıq bunun vasitəsilə yaradırsan. Yəni obyektin bu ad yaş parametrlərini bu funksiyanın köməyi ilə verirsən. Adı da burada verirsən, yaşı da burada verirsən, varsa nə bilim soyadı da bir dənə tire qoyub burada verəcəksən. Factory metod yəni buna deyirlər, obyekt yaradan nümunə. Yəni sinifə sən mənimsətmədən funksiyanın daxilində mənimsədərək bir vəziyyət yaradırsan ki, sinif özü onları yerbəyer edir, ada adı, yaşa da yaşı daxil edir. Bax bu şəkildə. Adla yaş deməyim. Demək nə edəcək? Turanla yaş 20 yazmışam bura. Onları məsələn tire ilə yazılanlara ayıracaq tək-tək. Turanın adı, yaşa da 20-ni mənimsədəcək. Sonra yaşı integer vəziyyəti çevirəcək ki, biz ondan istifadə edə bilək. Onu illərdə toplayıb çıxa bilək. Adı da olduğu kimi return eləyəcək bizim üçün. CLS-də yəni öz yerində bizim işimizi görəcək. Çap eləyək vəziyyəti və görək. Turan və 20 ekrana çıxır. Bu da belə. Burada bir sual var. Aydınmı? Vaqif çıxdı deyəsən, çıxmadı ya bilmirəm. Baxım. Vaqif çıxıb, hə. Burada məsələn bir dənə sənə qaranlıq ola bilər. Məsələn, bax bu CLS-dən sonra niyə mötərizə qoyub? Gəl mən bunu da izah edeyim ki, bunu da necə deyim, qaranlıq qalmasın. Yəni bu class metodla işarələnmiş funksiyalar ki var, metodlar ki var. Bu CLS sinifin özünə istinad edir. Məsələn, təsəvvür edək ki, selfin sinif versiyasıdır da.
Sən necə ki self-də nöqtə qoyub parametrləri təyin edirsən. CLS-də də mötərizə ilədir. Yəni bu belə deyək ki, yazılış strukturudur. Self-in bir sinif versiyası kimi fikirləş ki, yəni sən onu birbaşa olaraq burada daxil edirsən. Mötərizəni burada verib sinifə parametrləri burada göndərirsən. Tam burada bir dənə tələbə üçün ayrıca obyekt yaradıb adla yaşı daxil etməyə ehtiyac qalmır. Obyektsiz çağırıla bilər. Yəni sən CLS-dən sonra mötərizə yazmalısan. Çünki sən artıq bir metod yaratmısan. Və metodun adı da varsa, onu çağırmaq üçün mötərizə mütləq lazımdır. Yəni CLS sənin orada bir metodunu belə deyək, metod işini yerinə gətirir. Başqa cür. Başqa cür məsələn mötərizəsiz də biz onu yaza bilərik. Belə deyək. Daha mötərizəsiz yazsaq orada bir problem olacaq. Məsələn, bu nümunə bir dənə indi fikirləşim, sənin üçün yazım. Burada bir dənə belə bir nümunə göstərək ki, o da məsələn qaranlıq qalmasın. Self-də nöqtə qoyub yazırıq. CLS-də də eynisini eləyək, görək işə düşürmü yoxsa yox. İşə düşəcək. Sadəcə biz mötərizəni artıq harda gəlib qoyacağıq? Sonda gəlib qoyacağıq. Məsələn, class dənə nümunə yaradıram. Say verirəm, məsələn, 0. Belə bir dənə class metod. Yəni def say artır adında bir dənə funksiya yaradım. Məsələn, bunu belə yaza bilərik biz. Plus bərabər 1. Bunu da bir dəyişən kimi istifadə edə bilərəm. CLS-in tərkibində. Və bu say ümumi dəyişənin bura mən gətirib istifadə edirəm. Print edirəm nəyi? Cari sayı məsələn göstərsin. Cari sayı necə göstərəcək? CLS bir dənə vergül ata bilsəydim yaxşı olardı. CLS sayı vasitəsilə məsələn bunu mən yazıram bura. Print eləsəm say artırım. Bircə dəqiqə. Nümunə sinifi hanı? Hə, onu da yazaq. Say artır. Normalda. Bax, burada da biz sinifdən belə deyək, bircə dəqiqə. Obyektdən funksiyaya müraciət edəndə mötərizəsini istifadə eləmişik. Burada da mütləq şəkildə istifadə eləməliyik. Yəni, mötərizəsiz yazsam, gələcək, nə bilim, qəribə yazılar falan gələcək, bound metod falan kimi, nə bilim, class olduğunu falan göstərəcək. Obyektdə, yəni, bir dəfə gördüyümüz kimi. Amma mən bunu mötərizə ilə yazsam, cari sayı məsələn bizə göstərəcək. Bunu dediyimi non niyə verdi? Çünki 2 dəfə print içində print vermişəm. Bax, bu belə. Yəni, belə, bir növ bunu nöqtə ilə də yaza bilərik biz əslində. Düzün, mən nümunə olaraq şey göstərmək istirdim. Buna aid bir şey göstərmək istirdim. Ona aid də bir dənə fikirləşim, deyim sənə. Sən belə bunu başa düşdün, Həsən. Yəni bu proqramın özünü başa düşdük. Burada bir problem yoxdur ki. Xeyr, aydın. Bax burada mən demək istədiyim məsələ əslində bu idi. Bu CLS-in tərkibində bu mötərizəni niyə qoymağımız. Bax mən bura məsələn CLS ad, yaş kimi metod parametrlər ata bilərəm də. Yəni buradakı CLS o deməkdir ki, elə klassın özü, sinifin özünü əvəz edir bu. Biz necə sinifə belə deyək çağıranda, tələbə sinifini çağıranda məsələn vergül yazıb, vergül deyirəm, mötərizə qoyub adı, yaşı daxil edir amma.
Bax, eyni onun kimi düşün. Bu tələbəni əvəz edir CLS və tələbənin də 2 dənə parametri var, ad, yaş. Və burada da həmin o adla yaş gəlir bizə. Bax, əsas məsələ odur. Onu mən burada izah eləmək istəyirdim sənə. Mən başa düşdüm. Tamam. Başa düşdünsə, lap qəşəng. Yəni bir növ məsələn bax burada gəlir ha. Məsələn burada biz bildiyimiz self bunları parametr şəklinə salmaq üçündür. CLS-də klassı bildirəcək. Bunun yerində sən bir sinifi nəzərdə saxlamalısan. Məsələn, bu hissəni bir dənə kopya eləyim. Bir dənə də nümunə göstərəcəm sənə. Onda lap başa düşəcəksən. Yox, birdən mən özümün də bəzən diqqətimdən çıxır belə şeyləri tez keçirəm. Onlar yəni izah olunmalı məsələlərdir ki, çünki özün də bir gün proqram yazanda nəzərində olsun. Məsələn, nə yaradaq bir dənə yarat da yazıram elə adın. Info yazım. Məsələn, belə bir şey. CLS bir də məlumat adında bir dənə nə edirəm? Dəyişən yaradıram. Adla yaşı da, adla yaşı da. Bax, buradakı ad və yaş var ha. Onun məlumatın içərisindən götürəcəm. Necə götürəcəm? Məlumat, bayaqki kimi split eləyəcəm. Məsələn, deyək ki, bu dəfə vergüllə ayrılıb. Hə. Bunu bir dənə diqqət elə. Return eləyəndə CLS, yəni tələbə sinifini çağırıram mən bura. Təbii ki, bura bir dənə mötərizə qoymalıyam. Nə gələcək? Ad və yaş. Birinci deyir adı yaz. Sonra da məsələn deyir yaşı yaz. Mən bura nə edirəm? Ad parametrini atıram. Bir də yaş parametrini integer olaraq atıram. Deyirəm ki, yaş gəlsin, amma onu integerə çevirsin. String olaraq daxil eləsən də int eləsin. İndi mən yenə obyekt çağırmadan bir dəqiqə mötərizənin birini qoymamışam. Hə. Nə edəcəm? İndi ya da obyekt çağırmalıyam. Sadəcə sinifə belə deyək, burada onlara parametr vermədən birbaşa info sinifini çağıra-çağıra mən bura məlumatı daxil edəcəm. Bir sətircik məlumatı, hansı ki yazacağam Turan vergül 20. Bu sinif, bu funksiya bizim üçün nə edəcək? Turanla 20-ni, yəni vergüllə ayrılanları bir-birindən ayıracaq. Turanı ada bərabər edəcək string kimi. Yaşa da 20-ni integer kimi bərabər edəcək və tələbə artıq öz parametrlərini almış olacaq. Mən burada gəlib print T1-in adına da baxa biləcəm. Və vergül qoyub T1-in yaşına da baxa biləcəm. Bir dənə də çalışdıraq baxaq. Turan və 20. Məncə belə daha yaxşı aydın olar. Düzdür? Var. Tamam. Burada da bir sual yoxdursa, sonra belə nə sualım var? Ümumi olaraq səndən soruşum elə. İkimiz ilə indi burada. Ümumi olaraq belə aydındır demək olar ki. Yəni bir problem yoxdur ki. Xeyr. Tamam. Ya bax indi biz indiyə kimi gəl mən sənə deyim də hansı mövzuları keçdik. Bunları bir dənə yad nəzərdə salın. Məsələn, klass əsasları və heyət siniflərin yaradılmasıdır. Obyekt anlayışıdır, bilirik. Atributları indi bu gün daha yaxşı öyrəndik. Init funksiyası, yəni konstruktor funksiyası, obyekt yaranan kimi işləyən funksiyadır. Bunu bildik. Self-dir, bilirik. Obyektə istinad edilir. CLS klassa istinad edilir. CLS-i də indi öyrəndik. Sonra inheritance-dır. Yəni bir klassın digər klassa miras alması, xüsusiyyət alması, polimorfizm eyni addan metodların fərqli davranması, overriding parent klassın metodunun dəyişdirilməsi, class metod klass səviyyəli metodlardır. Encapsulation məlumatların gizlədilməsidir. Bir də is instance-da obyektin tipini yoxlamaq üçün istifadə edilirdi. Və bura qədər bu mövzular keçmişik. Bunlardan məsələn nələr sənə çətin gəldi, nələrdə bir problem varsa, buyur istəsən de. Yoxsa bir dənə də metod var, onu da keçəcəm. Klassların demək olar ki, bütün metodlarını bitirmiş olacaq sizinlə dərslərin. Aydındır mənim sualım yox. Tamam. İndi sənə bir dənə də initə bənzər bir dənə funksiya göstərəcəm, str funksiyası. Ona məsələn nümunə işləyək, o da elə çətin deyə sadədir. Altdan xətt, str, altdan xətt. Bu şəkildə yazılır. Onun da işlənmə qaydasına baxandan sonra bir dənə də maraqlı nümunə işləyərik. Sonra mövzunu bitirərik. str belə deyək, altdan xətt bu şəkildə yazılır. Metodu nədir də belə bir şey yazaq. Başlıq olaraq.
Bu obyekt printer ilə belə deyək çağırılanda və yaxud da nətər deyim, STR obyekt kimi yazılanda işləyən xüsusi bir metoddur. Magic metod deyirlər buna. Yəni metod belə deyə obyektin ekrana necə çıxacağını təsvir edir. Məsələn, init nə idi bizdə? Init bizə parametrləri göndərmək üçün, mənimsədim əməliyyatlarını aparmaq üçün istifadə etdiyimiz bir konstruktordursa, STR-də həmin obyektin, həmin o konstruktorun ekrana necə çıxmağını istədiyim bir vəziyyətdir. Bir növ mətn çıxarır ekrana, amma obyektdən özünə aid olan mətn çıxarır. Məsələn, sən Apple sinifi yaradımsan, nə bilim, Samsung sinifi yaradımsan və bunların init funksiyaları var. Bir də STR funksiyaları yaradırsan ki, bu sinifləri çağıranda hər birinə aid bir dənə mətn çıxsın ekranda. Məsələn, Apple yazanda gələcək, məsələn, iPhone belədir, elədir, filan növü var, axırıncı bu modeldir. Sonra Samsung yazırsan, ona aid məsələn məlumat çıxır. O kimi düşün. O kimi fikirləş ki, yəni hər bir obyektin, hər bir sinifin ekranda necə görsənməyini istəyirsən, necə mətndən çıxmağını istəyirsən. STR-in biraz mənası bax, məğzi bu iş üzrə işləyir. Yenə bir dənə tələbə klası yaradaq. Biz əl çəkmədik bu gün tələbə sinifindən. Deflə verirəm məsələn initi. Məsələn, ad verdik, yaş verdik. Self ad bərabərdir ad. Self yaş bərabərdir yaş. Def məsələn addan xət SDS. Bu şəkildə yazılır. Return edirəm məsələn nə? F deyirəm ki, tələbə. Bura verək self ad. Yəni adı gəlsin. Sonra nə bilim yaşı gəlsin. Self yaş verək. Vəsə. Bu hər bir tələbənin özünə aid olan bir infosudur. Və mən gəlirəm burada bir dənə obyekt yaradıram. T tələbə nə bilim Turan. Burada da vergül 20 yazıram. Və gəlirəm T print eləsəm elə T-nı. Obyektimizi T yəni print eləsəm, artıq ekranda mən bunu görəcəm. Yəni obyekt falan nə bilim nömrə neçə zat onu görməyəcəm. Məsələn bunu bir dənə kilitləyib print eləyim. Məsələn bizə nə deyir? Tələbə klassının nə deyir ay Allah? Arqumenti yoxdur, type error verir. Bircə dəqiqə. Baxın bir dənə buna. Hə. Əsas odur ki, heç nə qalmayıb. Ha bir dənə. Tələbə sinifini yazıram. Deyir ki. Hə, burada mən initi yarımçıq yazmışam. Ona görə də problem. Şeydə sən də demirsən mənə. Mən də deyirəm nə oldu buna görə. Hə. Mən burada Turanı daxil elədim. Vergül qoyacağam. Bax, qayasın yaşı daxil elədim. Print T eləyəndə burada nə bilim obyekt falan belə şeylər çıxır. İndi mən bu funksiyanı açıq eləsəm, artıq bu yox. Obyekti necə göstərmək istədiyim ki vardı. Obyektin mesajı, məktuba bax o çıxacaq. Turan tələbə Turan yaş 20. Hansı mətni ekrana çıxarmaq istəyirəmsə o gəlir. Yəni obyekti print eləyəndə ha. Yəni daha mən gəlib burada STR funksiyasını çağırmayacağam. Amma mən burada info adında bir dənə funksiya yaratsaydım, def info. Və ona da eynən bunu məsələn qeyd eləsəydim və bunu məsələn kilitləyək. Mən təbii ki, burada print T eləsəm info funksiyası gəlməyəcək. Hara gəlir? Mən gəlməliyəm, bura gələ bir dənə T info yazmalıyam ki, eyni belə deyək şeydir, nəticəni bizə versin. Bildiyin bax səni bir cür əziyyətdən qurtarır. Sən metodu çağırmadan, sadəcə obyekti çap eləməklə demək nə edəcəksən? Ekranda göstərmək istədiyin yazını göstərəcəksən. Aydındır? Var. Elə bunu da burada yazıram ki, bundan fərqin bir-birini görəsiz. Yəni sual da olsa, yəni oradan deyəsiz. Başqa bir nümunəyə ehtiyac var, yoxsa bu aydındır? Aydındır. Tamam. Aydındırsa lap yaxşı. Əslində bir dənə ağlımda nümunə vardı. Bu gün prosta uşaqlar hamısı iştirak eləmirlər. O nümunəni bir yerdə işləyərdik. Biraz uzun çəkən nümunədir. Neynə, mən onu sizlə onda paylaşaram. Siz
sualınız olsa oradan verərsiniz mənə. Belə yəni sadə bir sinif nümunəsidir. Sadəcə biraz uzun idi. İstəsəz paylaşaram. Məndə vaxt 1 saatı keçdi. Belə gələ biz onu işləsə bir yarım saatda gözləyək. Ona görə yaxşı olar ki, onu elə bir böyük nümunə kimi ayrıca işləyərik. Bu gün də ümumi belə deyək klassların bitirilmiş versiyası olsun. Belə. Olar mı? Yoxlayaram evdə. Görüm necə bir şey. Elə mən proqramı göndərəcəm sizə. Lap nəticənin çıxışı göndərəcəm ki, sizə belə bir vəziyyət var. Lap özünüz istəsəz biraz yoxlayarsınız ki, bunu necə yazmaq olar. Ondan sonra inşallah bir yerdə baxarıq sizlə. Başqa bir sual var Həsən? Xeyr.